Interlaken gölün ətrafı, burada kamp qurmuşuq. Mən, oğlum Rəsul və yoldaşımla bir də. Bu göl mənə bir şey xatırlatdı. İl 2015. Çox gəzənbələr verilişini eləyirəm. Mirsəmədlə bir yerdə, onu salamlayıram və gəzməyi mən ondan öyrənmişəm, dünyanı gəzməyi. Bilirsiniz ki, 2015-də, 16-da başladı daha doğrusu əvvəli. Biz Fordla getmişdik Parisə, səyahət edirdi avtomobillə, televiziyada getdi, düz 2019-cu ilə qədər yayımlandı. Və bu göl nəyi xatırlatdı mənə? Bizim bir sponsorumuz var idi, veriliş yeni idi və sponsor tapa bilmirdik. Amma mən özümü sübut etmək istirdim, mən sponsorlarla işləmək istirdim və Azərbaycanda ən böyük sponsor bazası Azersun Holdingdə idi markalar və Azersun Holdinglə işləməyin yolunu axtarırdım. Düz 10 il öncə mən nə qədər müraciət elədim, səsimi duyura bilmədim, çünki yeni idim, məni tanımırdılar, amma özümü tanıtmalıydım. Biz gəldik dostlar, ikinci sezonu eləyirdik, maşın qalmışdı Parisdə, Azərbaycana qayıtmalıydıq. Hamı özü üçün paltar götürdü, mən 20 kiloluq bagajımı getdim marketdən, yalnız Azersun məhsulları nə varsa hamısından aldım. Dedim, yox, mən videolar çəkəcəm və Azersuna göstərəcəm, belə giriş eləyəcəm də, başqa cür giriş eləyəmirəm. Və biz gəldik bu göl ətrafına. Burada mən Azerçay üçün və digər markalar üçün çəkiliş elədim, reklam roliki çəkdim və qayıtdım Azərbaycana. Yayımdan öncə Azersuna təqdim elədim. Rəhbərlik çox bəyəndi və məni dəvət elədilər Mirsəmədlə bir yerdə və o gündən düz 4-5 il ərzində bizim sponsorumuz oldu və o gündən bu günə qədər mənim layihələrimin sponsorlarından biri də Azersun Holdingdir. Mən iş medianında yaratdığım mətbəx layihələrimdə indiyə qədər də Azersun Holdinglə əməkdaşlıq edirəm. Yəni əməkdaşlığımız bu formada başlayıb və davam edib. Buradan insanlara demək istəyirəm ki, yeni addım atırsınızsa, uğur qazanmaq istəyirsinizsə geri çəkilməyin. Nəyin bahasına olsun, düz iş görürsünüzsə, uğur sizinlə olacaq və əl çəkməyin. Mən heç vaxt heç nədən əl çəkmirəm. Baxın, bu maşın xarab olur, bundan əl çəkmirəm. Mən həyatda mübariz insanam və siz də mübariz olun. Bu gözəl mənzərəni də baxın bu formada izləyin.